Bu istiqamətdə studiyamızda danışacaq. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi studiyamızda. Əhməd bəy, birinci ondan başlayaq ki, Cenevrədə bu görüşlər çərçivəsində kifayət qədər danışıqların konstruktiv yöndə olduğu vurğulanır. Amma nə dərəcədə konstruktiv ola bilər ki, doğrudan da bugün Ukraynanın suverenliyi sual altına alınmasın? Sülh planı ilə bağlı tənqidlər daha çoxdur, nəinki müsbət məqamlar. Bəli, mən də bütün ARB24 izləyicilərini salamlayıram. Ötən gün İsveçrənin Cenevre şəhərində baş tutan bu danışıqlar indiyə qədər bu Ukrayna-Rusiya müharibəsi fonunda baş tutmuş ən geniş və son mərhələ yekun sayıla biləcək bir danışıqlardır. Çünki xatırlayırsınızsa bir neçə dəfə İstanbulda və digər şəhərlərdə bu cür atəşkəs və ya sülhlə bağlı görüşlər baş tutsa da heç bir real nəticə əldə olunmamışdı. Amma Cenevrədə artıq son mərhələdir deyə bilərik. Və Donald Trumpın müəllifi olduğu 28 bəndlik sülh müqaviləsinin şərtləri geniş ictimaiyyətə, mediaya rəsmi şəkildə açıqlanmasa da, amma bəzi media orqanları onun ayrı-ayrı müddəalarını geniş ictimaiyyətə sızdırıblar və burada bir sıra şərtlər var ki, bu təbii ki, Ukraynanın bir ölkə olaraq suverenliyini ciddi şəkildə sual altına alır. Amma elə bu sülh müqaviləsinin ilk bəndlərindən biri də Ukraynanın suverenliyinin təmin edilməsi məsələsidir ki, bu suverenlik sözü termini adı altında əslində müharibədən öncəki Ukrayna deyil, daha kiçik, ərazi itilmiş olacaq Ukraynanın suverenliyindən söhbət gedir. Yəni bu sülh müqaviləsinin əsas məqsədi nədir? Ukrayna birmənalı şəkildə torpaq güzəştinə gedir və yerdə qalan Ukraynanın suverenliyinə təminat verilir. Məsələ budur. Təbii ki, burada əsas məsələ Ukraynanın güzəştə getməsidir. Çünki Donald Trumpın hakimiyyətə gəlməsindən sonra ABŞ-Rusiya arasında yaranmış yeni diyaloq Vaşinqtonla Moskva arasında müəyyən razılaşmalara gətirib çıxara bilib. Hətta Avropa liderləri Trumpın bu 28 bəndlik sülh müqaviləsini Rusiyanın istək listi kimi, siyasi kimi qəbul edirlər. Çünki birinci Rusiya tərəfindən belə bir sənəd yayımlanmışdı. Yəni Rusiyanın istəkləri bundan ibarət deyil, bir sənəd var idi. Əsas nədir? Birmənalı şəkildə Rusiyanın işğal elədiyi Krım, Donetsk, Lugansk, Donbas əraziləri Rusiyanın nəzarəti altında qalır və faktiki olaraq həmin ərazilər Rusiyanın ərazisi kimi qəbul edilir. Burada heç bir halda beynəlxalq tanınmadan söhbət gedə bilməz. Heç bir halda Birləşmiş Millətlər Təşkilatı, onun üzvü olan ölkələr həmin əraziləri Rusiyanın rəsmi ərazisi kimi tanımayacaqlar. Sadəcə reallığı qəbul etmək mexanizmi işə düşəcək. Yəni bu ərazilərin Rusiyanın nəzarətində altında olması reallığı qəbul ediləcək və ki, bu da əslində Ukraynanın ərazi itirməsi deməkdir. Bunun qarşılığında sülh müqaviləsi imzalanacaq. Amma bu 28 bəndlik maddələrin elə hər bir bəndi Ukrayna üçün bir itki deməkdir. Ukraynanın suverenliyi dediyimiz həmin o kiçildilmiş, torpaq itirmiş Ukraynada suveren ölkə bir olmayacaq. Çünki suverenlik anlayışının arxasında ərazi bütövlüyü, müstəqil orduya sahib olmaq, müstəqil şəkildə beynəlxalq təşkilatlara, alyanslara qoşulmaq istəyi var ki, bu istəkləri də Ukraynanın məhdudlaşacaq. Çünki Ukraynaya 600 min şəxsi heyətdən yüksək olmayan bir orduya sahib olmaq icazəsi veriləcək. NATO-ya da üzvlük məsələsi ümumiyyətlə masadan qalxır. NATO üzvlüyü bir dəfəlik qapanır və Ukrayna öz konstitusiyasında ayrıca maddə qeyd edəcək ki, heç bir halda NATO-ya qəbul olunmayacaq və NATO-nun da nizamnaməsində belə bir bənd əlavə ediləcək ki, Ukrayna heç bir zaman NATO sıralarına qəbul olunmayacaq. Bu artıq bir ölkənin suverenliyini ciddi şəkildə məhdudlaşdırmaq deməkdir. Daha sonra Ukrayna üçün negativ olan tərəfləri mən sıralamaq istəyirəm. Daha sonra Ukraynanın dediyim kimi ordu sayı məhdudlaşır. Ukrayna heç bir halda Rusiyaya qarşı yenidən hücuma keçmək, həmin əraziləri yenidən geri almaq istəyində olmayacaq. Əgər belə olarsa, ABŞ-ın və Avropanın verdiyi zəmanətlər qüvvəsini itirir. Daha sonra Ukraynanın belə deyək, müharibədən Ukraynanın əldə elədiyi müəyyən şeylər də var. Təbii ki, bunlar Ukraynanın Avropa bazarlarına çıxmaq və gələcəkdə Avropa İttifaqına üzv olmaq
üçün yolları açılır. Avropa qurumları, Amerika Birləşmiş Ştatları və beynəlxalq fondlar Ukraynanın sürətli bərpası, inkişafı, beynəlxalq bazarlara çıxışı ilə bağlı birgə səylər göstərəcəklər və dondurulmuş Rusiya pullarının, investisiyalarının... Burada da Donald Trump özünə pay götürür. Yəni, təbii ki, burada belə deyək, ABŞ-ın maddi maraqları, maliyyə maraqları elə ilk sıradadır. Yəni, bu cür məsələlər var ki, bu artıq Ukraynanın suverenliyini ciddi şəkildə sual altına alır və kiçildilmiş, torpaq itirmiş Ukraynanın suverenliyindən söhbət gedir və ən əsas məsələ də Ukrayna öz gələcəyi ilə bağlı, bu sülhün təmin olunması ilə bağlı müstəqil qərar verə bilməyəcək. Bunu hərbi şura, bir siyasi şura adı altında bir qurum qərar verəcək ki, bu da artıq bir suveren ölkənin, müstəqil ölkənin öz müqəddəratı ilə bağlı müstəqil qərar verə bilməməsi deməkdir. Kimlər qərar verəcək? ABŞ, Avropa ölkələri, Qərb ölkələrindən ibarət bir siyasi şura olacaq ki, onlar Ukraynanın gələcəyi ilə bağlı qərar verəcəklər. Hətta Əhməd bəy, burada bir nüans da var ki, biz bilmirik ki, Avropa İttifaqı bu proseslərə nə qədər cəlb olunacaq. Çünki onlar da narazıdırlar. Biz elə Ursula von der Leyen açıqlamasını vermişik. Bu günlərdir ki, Avropa İttifaqı narazılığını da bildirir. Yəni onlar da tam 100% masada yoxdular. Əslində Avropa liderlərinin bugün prosesə təsir imkanları minimumdur. Burada razılaşma əslində ABŞ və Rusiya arasında gedir. Çünki ABŞ lideri Donald Trump açıq şəkildə bildirdi ki, bu Ukrayna üçün sonuncu şansdır. Əgər Ukrayna bu razılaşmaya imza atmazsa, ABŞ-dan heç bir hərbi, siyasi, maliyyə dəstəyi almayacaq və bundan sonra faktiki olaraq Rusiyanın hücum əməliyyatları davam edərsə, Ukrayna daha çox ərazilər itirməyə davam edəcək. Burada Avropa liderlərinin edə biləcəyi ciddi bir addım qalmayıb. Sadəcə bugün Avropa liderləri, Böyük Britaniya, Fransa, Almanya, Kanada kimi ölkələrin liderləri bugün Kiyevə gəlirlər. Çalışırlar ki, imzalanacaq bu sülh müqaviləsində müəyyən dəyişikliklər əlavə eləyə bilsinlər. Yeri gəlmişkən biz ilkin sənədlə bağlı detalları qeyd eləmişik, yəni 28 maddədən ibarət. Amma siz də dediniz ki, Avropa İttifaqı da çalışır ki, bu bəndlərdə dəyişiklik olsun. Hətta müəyyən dəyişikliklər olunması ilə bağlı artıq fikirlər də yayımlanıb. Yəni Zelenskinin bəzi tələbləri var deyilirdi. Eləcə də Avropa İttifaqının yavaş-yavaş digər bəndlərə də baxacağıq və bunun üzərindən danışsaq, daha çox hansı bəndlər burada əlavə olunacaq bəndlərdə daha çox Avropanın özünün gələcək təhlükəsizliyi, kollektiv təhlükəsizliyi müzakirə etməkdir. Çünki Avropa liderləri artıq Ukraynanın bu müharibədə məğlub olduğunu, torpaq itirdiyi reallığını qəbul edirlər. Onlar ehtiyat edirlər, qorxurlar ki, bu müharibədən özünü qalib elan etmiş Rusiya 5 ildən sonra, 10 ildən sonra yenidən Avropa ölkələrinə hücum edə bilər. Ona görə bu 28 bəndlik maddənin şərtlərindən biri də Rusiyanın gələcəkdə nəinki Ukraynaya, Avropa və NATO üzvü olan ölkələrə hücum etməmək öhdəliyi var ki, bu maddədə öz əksini tapır. Yəni bu əgər razılaşma imzalanarsa, Rusiya buna imza atacaq. Digər tərəfdən NATO ölkələri öz qırıcı təyyarələrini Polşaya kütləvi surətdə yerləşdirəcəklər və Polşa bir NATO'nun müdafiə bazası rolunu oynayacaq. 9-cu bənddə də bu məqam yer alır. Çünki ehtiyat edirlər ki, Rusiya Ukraynadan sonra Avropaya hücum edə bilər deyə. Ona görə bu anlaşmada 28 bəndlik sülh layihəsində deyək, şərtlərdən biri də Rusiyanın gələcəkdə Ukraynaya hücum etməmə öhdəliyini götürməsi. Əgər Rusiya hücum edərsə, artıq bütün razılaşmalar qüvvədən düşmüş sayılır. ABŞ və Qərb Ukraynanın təhlükəsizliyini, müdafiəsini yenidən üzərinə götürəcək və Rusiyaya qarşı həm iqtisadi, siyasi, hətta hərbi cavab addımları da verilə bilər ki, bu razılaşmada öz əksini tapır. Əhməd bəy, sizin də dediyiniz kimi sanksiyalar yenidən qüvvəyə minə bilər, yenidən Rusiya qarşı müdafiə qalxanı yaradıla bilər deyək. Ancaq hələ ki, indiki durumda vəziyyət onu göstərir ki, bu sülh sənədi nə qədər deyə bilərik buna, Ukraynanın xeyrinə deyil. Yəni, Ukraynanın daha çox hansısa bir sənəd imzalamasını və müharibənin dayanmasını ehtiva eləyəcək. Amma dedik ki, Avropaya inteqrasiya məsələsi bu zaman gündəmə gələcək. Burada bəlkə yeganə deyərdik ki,
Avropa, daha çox Ukraynanın xeyrinə olan nüans budur. Onun üzərindən geçsək, qarşıdakı illərdə, yəni 5-10 il ərzində Ukraynanı gücləndirmək, Avrointeqrasiyadan daha çox gəlir əldə etməsini belə deyək, təmin etmək və bunun üzərindən də yenidən o əraziləri azad etmək. Yəni plan əslində budurmu, yoxsa Ukrayna üçün artıq o ərazilər tarixə bu qovuşur? müqavilə imzalandıktan sonra Ukraynanın dərhal Avropa İttifaqına, Avropa Birliyinə üzvlüyü mexanizmi mümkün deyil. Heç vaxt Avropa İttifaqı dağıdılmış, itkilərlə məruz qalmış bir ölkəni öz sıralarına qəbul eləməz. İlkin mərhələdə təbii ki, Avropa bazarlarına asan çıxış əldə ediləcək. Avropa və Qərb investorlarının Ukraynaya cəlb edilməsi, o elə Moskvanın da razılığı ilə dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası üçün istifadə olunması layihəsi və belə deyək, Ukraynanın sürətli inkişafı, həm bərpası, binaların, yeni binaların, yaşayış məskənlərinin, şəhərlərin inşa edilməsi məsələsi var. Bundan sonra elm, texnologiya, iqtisadi sahədə investisiyanın yatırılması bu Ukraynanın belə deyək, torpaq güzəşti müqabilində inkişaf və Avropaya inteqrasiya vədidir ki, bu təbii ki, Ukraynanın inkişafı ola bilər, Avropanın gələcəkdə bir parçası ola biləcək, hətta növbəti mərhələdə Avropa İttifaqına üzv də ola bilər. Ancaq bu razılaşma imzalanarsa, təbii ki, bu beynəlxalq statusa malikdir, olacaq bir sənəddir. Bu təkcə Ukrayna və Rusiya arasında deyil, eyni zamanda ABŞ, Avropa, Rusiya və Ukrayna arasında imzalanacaq bir sənəddir. Bu beynəlxalq statusa malik bir sənəd olacaq. Ondan sonra Ukraynanın ya tək başına, ya Avropanın dəstəyi ilə Rusiyaya yenidən hücum etməsi artıq bunun qarşısı alınır. Əgər belə olarsa, hücum baş verərsə, fərqi yoxdur. Ukrayna Rusiyaya və ya Rusiya Ukraynaya tərəflərdən biri bu razılaşmanı pozarsa, təbii ki, bütün bu zəmanətlər qüvvədən düşmüş sayılır. Əgər Ukrayna hücum edərsə, o torpaqları geri almağı cəhd edərsə, təbii ki, ABŞ-ın və Avropanın o zəmanəti qüvvədən düşmüş sayılır. Bu maddədə 28 bəndlik sülh müqaviləsində öz əksini tapır. Rusiya yenidən hücum edərsə, yeni torpaqlar zəbt etmək istəyərsə, o zaman Qərb, Avropa, ABŞ Ukraynanın müdafiəsi üçün hərbi addımlar atmağa borcludular. Bu zəmanət məsələsi məhz bu nöqtədə öz əksini tapıb ki, bu 28 bəndlik Trump layihəsində bunun bütün detallar təmsil olunur, əks olunub. Xahiş edəcəm 28 bəndi də izləməyimiz üçün biraz sürətli şəkildə bu bəndləri də təqdim edək. Təqribən 5 dəqiqə zamanımız qalıb və bunun üzərindən bir sual da ortaya çıxır. Bugün Ukrayna üçün, Əhməd bəy, müəyyən planlar cızılır. Ukraynanın taleyi masalarda, xüsusilə də Amerika Birləşmiş Ştatları tərəfindən deyərdik ki, həll olunur və biz elə Rüstəm Umerovun qələmini də təqdim etdik. O qədər gərgin keçib ki, yəqin ki, danışıqlar bu qələmi də qırıb stres anında. Bunun üzərindən postsovet ölkələri də bir narahatlıq duyurlar. Bugün Rusiya işğalçılıq siyasəti həyata keçirdi və Ukrayna ərazilərini onsuz da tutmuşdu, biraz da artığını tutdu və Rusiyaya buna görə çox ciddi bir cəza da tətbiq olunmadı. Əksinə, danışıqlar masasında indi Ukraynaya təsir göstərilir. Bunun fonunda gələcəkdə postsovet ölkələri üçün başqa bir təhlükə də yaşana bilərmi? Daha açıq desək, Azərbaycan üçün, onsuz da Gürcüstan ərazilərinin 20%-ni itirib Ermənistana müəyyən müdaxilələr etməyə çalışırlar. Varmı belə bir təhlükə? Misal üçün, Moldova hər an narahatlıq içindədir. Təbii ki, bu dünyada negativ bir prezident yaranacaq, pis bir təcrübənin əsası qoyulacaq. Yəni, güc yoluna torpaq zəbt eləməyin və bunun dünya ölkələri tərəfindən acı reallıq kimi qəbul olunması prezidenti yaranacaq və bu Rusiya istəyir ki, müharibədə Putin öz xalqına müraciətdə qələbə narrativləri ilə çıxış eləsin, bu müharibənin boşuna getmədiyini, yüz minlərlə Rus əskərinin boşuna ölmədiyini və nəhayət o torpaqların Rusiyanın ərazisi kimi qəbul edildiyi bəyanatını versin. Bu Rusiya üçün eyni zamanda müəyyən müsbət addımlar da sayıla bilər. Çünki bu sülh müqaviləsi şərtlərinə görə Rusiyaya tətbiq olunan iqtisadi, siyasi sanksiyalar tədricən aradan qaldırılır. Rusiya yenidən dünya iqtisadiyyatının bir parçası olmağa çalışır. Daha sonra Qara Dənizdə ki vəziyyətlə bağlı ümumiyyətlə Rusiyanın dünya ticarəti ilə əlaqələri genişlənməyə başlayır və Rusiya eyni zamanda bir nəfəs alır, bir pauza götürür. Çünki Rusiyanın özünün də ciddi itkiləri var.
həm hərbi cəhətdən canlı itkiləri, iqtisadi sanksiyalar hər gün Rusiya büdcəsinə milyardlarla dollar ziyan vurur və bu Rusiyanın yenidən güc toplamağa növbəti mərhələdə ya Avropa ölkələrinə və ya Rusiyanın tarix boyu problem yaşadığı Mərkəzi Asiya keçmiş MDB ölkələrinə yenidən əzələ nümayiş elətdirməsi üçün bir şans yaranır. Təbii ki, Cənubi Qafqaza baxsaq, Rusiyanın tarix boyu Cənubi Qafqazla bağlı öz imperialist planları var. İstər Gürcüstan olsun, istər Ermənistan, Azərbaycan arasındakı münasibətlərdə öz nüfuzunu qoruyub saxlamaq. Təbii ki, Rusiya üçün gələcək perspektivdə müəyyən, belə deyək, planlar cıza bilər Kreml bu baxımdan. Amma konkret olaraq Ermənistan-Azərbaycan münasibətlərinə baxdıqda artıq Rusiya Cənubi Qafqazda bu ölkələr arasında vasitəçi olmaqdan, dolayısıyla nüfuzunu qoruyub saxlamaq imkanları artıq tükənib. Çünki bugün Bakı ilə Erivan arasında birbaşa diyaloq var. Heç bir üçüncü ölkənin, heç bir beynəlxalq təşkilatın vasitəçiliyinə ehtiyac qalmayıb. Bugün hər iki ölkənin, Ermənistan və Azərbaycan liderləri birbaşa təmaslar var. Vətəndaş cəmiyyəti qarşılıqlı səfərlər edirlər. Artıq növbəti mərhələdə Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması gündəmdədir. Belə olan halda Rusiya təbii ki, öz rıçaqlarını itirir, amma yenə təxribat etmək, yeni bir münaqişə və ya atəşkəsin pozulması kimi belə bir təxribatlar atıla bilər Cənubi Qafqazda. Gürcüstanla bağlı məsələ hələ ki dondurulmuş vəziyyətdə qalır. Abxaziya, Osetiya məsələsi hələ də Rusiyanın nəzarəti altındadır. Artıq Gürcüstana təsir mexanizmləri hələ də reallığını qoruyub saxlayır. Moldova məsələsində təbii ki, orada da bir separatist bir bölgə var ki, Rusiyanın dəstəyi, siyasi, hərbi, maliyyə dəstəyi özünü qoruyub saxlayır və digər Mərkəzi Asiya ölkələrinə təsir baxımından Rusiya Ukraynada əldə elədiyi bu dırnaqarası qələbə deyək, bu üstünlüyü Mərkəzi Asiya ölkələrinə təzyiqi artırmaq baxımından istifadə edə bilər. Çünki xatırlayırsınızsa, bir neçə həftə bundan öncə bəzi Mərkəzi Asiya ölkələri Vaşinqtonda ABŞ-la geniş bir saziş imzaladılar. Məhz onları cəzalandırmaq baxımından həmin ölkələrdə müəyyən Rus yönümlü qüvvələrin təxribatı baş verə bilər. Təşəkkürümüzü bildiririk Əhməd bəy. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Bəli, biz artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı Cenevrədə danışılan istiqamətlərə diqqət çəkdik və